Bak kardeş, bak biz belə əziyyət çəkirik bak burada. Bak hele payızın yağışı yoktur. Bak bu bizim bak birinci bak problemimiz var burada. Bak buradan bak fikir bir maşına. Bak bak bak. Bak burada. Buradan maşın gidiyor. Şöyle. Babalı otadım. Bak 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 bak. Bak. Mən bununla necə gedim evimə? Nətər eləyim? Dərdimizi kimə deyək? Batıb qalan avtomobillər, palçıqlı yollar və hər gün bu yoldan əziyyətlə keçməyə çalışan sakinlər. Bir belə deyil qardaş, maşınlarımız bax qaldı hər gün orada, bax buradan keçə bilmir. Evimizə, işimizə gedib gələ bilmirik. Qobustanın Acıdərə adlanan ərazisində məskunlaşan ailələrin yaşayış məntəqəsi Bakı-Şamaxı Yevlax magistralından 1 kilometr aralıda yerləşir. 30 ilə yaxındır bu ərazidə məskunlaşan sakinlər deyir ki, əvvəllər yolun vəziyyəti qənaətbəxş olub. Lakin bir neçə il əvvəl Bakı-Şamaxı Yevlax yolu yenidən qurularaq istifadəyə verildikdən sonra onların yol problemi daha da ağırlaşıb. Sakinlər Acıdərə çayının üzərində tikilən körpünün altından keçmək məcburiyyətindədirlər. Körpünün altında əvvəllər yol olsa da, qurund sularının yaratdığı görməçələr səbəbindən keçilməz hal alıb. 6-7 ildir bu yol çəkiləndən bəri torpağı töküblər bura. Asfaltın da suyunu veriblər tökmə torpağın üstünə. Su basır, su gəlir o tökmə torpağın üstünə basır bu yolu balota. Yaşayış məntəqəsinə hərəkət edən avtomobillər yalnız bu ərazidə deyil, yolun bir çox hissəsində eyni vəziyyəti yaşayır. Sakinlərin sözlərinə görə xüsusilə yağışlı havalarda yol keçilməz vəziyyətə düşür. Uşaqlar məktəbə, sakinlər isə iş güclərinə getməkdə çətinlik çəkirlər. Yolun bu vəziyyətdə olması təcili yardım maşını və yanğın söndürən avtomobillərin əraziyə gəlməsinə mane olur. Yollarımız gördüyünüz kimi pis vəziyyətdədir, palçıqdır, gedib gələ bilmirik. Xəstə uşaqlarımız var, aparıb gətirə bilmirik xəstəxanaya, skor gəlib gedə bilmir. Mənim də 90 yaşım var. Bir kadın var, onda 90 yaşı var. Bizi qorxalar ki, biz burada ölərək, meyit qalar yerdə, bir yana yol tapıb maşın çıxa bilməz. Maşın batı var, uşaq da bir yerdən gəlir, toya gələn var, vaya gələn var, gəlib çıxa bilmir. Bu yolun da dərdindən çox adam gəlmir bu dəriyə. Burada var da hardasa bir 20-25 ailə yaşayır. Hamı da yəni bitkə çörəyindən, təsərrüfatla məşğuldur. Bax, oğlanın bax 2 uşağı qalıb məktəb aparıb gətirə bilmir. İraq olsun, meydimiz olsa çıxarda bilmirik. Gərək biz bura tank gətirək, traktor gətirək ki, o meydi lapetlə çıxardaq. Yoxdur, mümkün yoxdur. Xəstələnlə çıxa bilmirəm mən evdən çölə. Yağış oldu, bax biz beləyik, bu vəziyyətdəyik. Birinci səfər deyir. Maşınları saxlayıb piyada gedirik. Başqa yolumuz yoxdur, başqa variantımız yoxdur. Əsas dolanışığını təsərrüfatla məşğul olmaqla təmin edən sakinlər yol səbəbindən işlərinin xeyli çətinləşdiyini deyirlər. Axşam mal üçün, heyvan üçün yem gətirmişdim. Batıb 2 saatdan yuxarı burada batıb qalmışam mən. Uşaqlar gəlib sağ olsunlar, kömək eləyiblər, çıxartmışıq. İşim əlaqədar gedib gələm də, yəni. Vallahi bu boyda yolda, yerlərdə də gəzirəm. Belə bir şey yoxdur. Belə bir yol mən heç harda görmürəm. Bizə daha xahiş edirəm aidiyyəti qurumlardan ki, bizə köməkli eləsinlər. Əziyyət çəkirik, zulm çəkirik. Biz də bu ölkənin sakinləriyik də. Şikayətçilərin sözlərinə görə dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də onların səsinə səs verən olmayıb. Bu yolun da 30 ildə hər ildə mən nə qədər əziyyətlərini çəkmişəm. Cəmaatdan məcbur pul yeri, o da bizi görən iş başa bir ildə getmir. Süzgedən yaşayış məntəqəsi Qobustan rayon icra hakimiyyəti başçısının Təklə kənd inzibati ərazisinin nəzarətində olduğundan icra nümayəndəliyinə müraciət etdik. Bildirildi ki, həmin ailələr öz heyvanqaraların, şəxsi heyvanqaralarını saxlamaq üçün həmin əraziyə yerləşiblər. Və kəndin ərazisi olsa da kənd kimi sayılmır olar. Onlar özləri də dəstəyi olarsa, yəni müəyyən köməklik eləmək olar, amma onların hər birinin öz köməkliyi lazımdır ki, ora müəyyən dəstək olsun. Nəticə etibarilə həmin ərazidə yaşayan insanlar çətinliklə üzləşib. Ümid edirik problemin həll istiqamətində hər hansı addım atılacaq. Gülgəz Mustafayeva, Cavanşir Seyfəddinoğlu, Qobustan.